Herkese salam. Bugünkü videomuzun mövzusu egregor anlayışı və morfogenetik sahədir. Bunlar çox xarici sözlərmiş kimi səslənsə də, əslində bizə həyatımızda çox təsiri olan məsələlərdir və gəlin başlayaq. Mən sizə bunu başa salacağım və bunu necə həyatınızda öz xeyrinizə istifadə edə bilərsiniz, onu başa salacağım. Let's go. Gəlin başlayaq morfogenetik sahədən. Morfo forma deməkdir və genetikdə genetik məlumatları daşıyan, inkişaf mənasını verən bir sözdür. Bu daha çox biokimya, molekulyar biologiyada istifadə olunan bir sözdür. Bunu necə sizə başa sala bilərəm? Məsələn, bir qurbağanı embriyo halında hansı hüceyrələrinin ayaq, baş, qol olacağını gələcəkdə müəyyən edən morfogenetik sahəsidir. Amma biz burada bu sözün mənasından daha fərqli bir şəkildə istifadə edəcəyik. Mən burada Rupert Sheldrake'in, bioloq olub bu adam, belə bir fikir önə sürüb, belə bir nəzəriyyə göstərib ki, hər insanın öz şəxsi morfogenetik sahəsi olduğunu düşünüb. Mən bu fikirlə razıyam, ona görə bu videonu çəkmişəm. Bu əslində biraz kollektiv yaddaş kimi istifadə olunur. Məsələn, bir heyvan bir şeyi öyrənəndə artıq ondan sonraki nəsli bu şeyi şuursuz bir şəkildə bilir, öyrənir. Bu biraz şey kimidir. Məsələn, bir ara belə bir araşdırma keçmişdi ki, Braziliyalı qadınların artıq bədənlərində tük çıxmır. Səbəbi isə ataları, anaları, nənələri o qədər çox vaksinglə məşğul olublar ki, o qədər çox tüklərini alıblar ki, tük kökləri artıq inkişaf eləmir, yetişmir. Egregoru isə bir qrup insanın inancı, fikri və enerjisi ilə yaranan böyük enerji sahələridir. Məsələn, hər bir dinin öz egregoru var. Hər bir ölkənin öz egregoru var. Hər bir iş yerinin, hər bir futbol klubunun, ailələrin də öz egregoru var. Familiyaların, soyadların da öz egregoru var. Məsələn, hiss eləmirsinizmi bilmirəm. Başqa bir ölkəyə gedəndə, səyahət edəndə hər şey çox fərqli gəlməyə başlayır sənə. Sanki ölkənin iyisi fərqlidir, dadı fərqlidir. Sənə hiss elətdirdiyi ab-hava fərqlidir. Fərqli görməyə başlayırsan ətrafa. Baxmayaraq ki, sənin ölkəndə də ağac var, orada da ağac var. Amma o ağac sənə tamam fərqli bir hissiyat verir. Bu hissiyata, bu fərqli ab-havaya egregor deyilir. Olur ki, məsələn, başqa bir ölkənin egregoruna girəndə orayla daha yaxşı bir rezonansa girirsiniz və orada daha uğurlu olursunuz, daha çox pul qazanırsınız, daha yaxşı işlərdə işləyirsiniz, daha yaxşı münasibətlər qurursunuz. Ola bilər ki, oranın egregoru ilə siz daha yaxşı uyumlanasınız. Bu tip şeylərə nəzər yetirə bilərsiniz. Məsələn, yeni bir işə girirsiniz. İşdə maaş əladır, mühit əladır, çox gözəl bir şirkətdir. Amma narahat hiss edirsiniz, getmək istəmirsiniz sonra. İçinizdə bir narahatçılıq olur. Çünki disharmoniya var orada. Oranın morfogenetik sahəsi ilə uyumlaşa bilmir. Egregor sənin kimliyindir. Sənin qorumandır, sənin gücündür. Və sən bunu etdiyin dualarla, mədəniyyətini davam etdirərək, öz dilini danışaraq bunu onurlandırırsan, qürurlandırırsan. Bu din deyil. Bu inanc deyil. Bu enerjik, genetik koddur, belə deyim. Bu sənin, elə bayaq dediyim kimi, ruhunun fon musiqisidir. Komfort zonada deyil. Bura tamam ayrı bir şeydir. Bunu mən ona görə başa salmağa çalışıram ki, anlaya biləsiniz. Mən əvvəl bu hissi həmişə yaşamışam, amma adının egregor olduğunu bilməmişəm. Bunu mən təzəlikcə öyrənmişəm, ona görə sizlə də bölüşürəm. Bu hissi mən necə başa salım? Mən necə deyim ki, mən bunu hiss edirəm, amma tam açıqlaya bilmirəm. Sən demə, bunun adı egregor imiş. Egregorun öz qanunları var. Sən o sərhədləri pozsan, özünü günahkar, yad, boşluqda kimi hiss eləməyə başlayırsan. Məsələn, dinlərdə də bu var. Zina eləmək İslamda günahdır və sən buna eləyəndə artıq o egregora sahib olduğun üçün özünü günahkar hiss eləyə bilərsən. Və hər ailənin də öz egregor sahəsi var.
Bu, məsələn, özün dindar olmasan belə, İslam eqreqoru altında böyüdüyün üçün sən artıq bu eqregora bağlanmış sayılırsan. Çıxa da bilərsən. Gəlində çıxanda nə olacaq, onu başa salım. Bəzi insanlar bəlli bir yaşdan sonra dinlərini dəyişirlər. Bu əslində fərqli bir baxış bucağı sənə gətirə bilər. Fərqli bir morfogenetik sahəyə girdiyin üçün oranın anlayışı səni dəyişə bilər. Amma bir tərəfdən də sən bunu ilə uyumlaşa bilməsən, içində konflikt yaradacaq. Özünü aid hiss eləyə bilməyəcəksən ora. Daimi olaraq kimlik çatışmamazlığı yaşanacaq. Bu çox vaxt xarici ailələrin uşaqlarında olur. Ana, ata fərqli ölkələrdən olan uşaqlarda olur. Mən özüm onlardan biriyəm. Bu məndə konflikt yaradıb içimdə. Hara aid olduğumu, hansı ölkəyə, hansı kimliyə aid olduğumu mən uzun müddət tapa bilməmişəm. Bunu ən çox biz münasibətlərdə hiss edirik. Məsələn, bir insanla tanış olursan, bu dostluq da ola bilər, romantik münasibətlər də ola bilər və onu sanki öncədən tanıyırmış kimi hiss edirsən. Bu biraz onun sənin eqregorunun içində olmağından qaynaqlanır. Eyni dinə mənsubsansa, eyni mədəniyyətə, eyni ailə mühitində böyümüsənsə, bu sənə oxşar gələ bilər. Ona görə hiss eləyə bilərsən ki, o sənin ailəndən biridir. Ya məsələn, bir insanla görüşürsən, 10-10'luq insandır, hər şey əladır, superdir, sənə çox yaxşı davranır, səni çox istəyir, amma sən bir divar hiss edirsən aranızda. O yoxdur, o şey, o deyil. Bu morfogenetik sahənin disbalansıdır. Harmoniya içinə girə bilmirsən. Onun eqreqrokundan səninki uyuşmur. Bu belədir. Necə istifadə edə bilərik? Hansı eqregora aid olduğu tapmalısan birincisi. Məsələn, mənim din eqregoruna baxanda mən İslama aidəm. İş eqregoruna baxanda, mən idman sahəsi, kreativ sahələr üzrə daha yaxşı xoşbəxtəm. Bura mənə daha çox güc verir. Bunları müəyyənləşdirirsən və sənə güc verən eqregorları daha da gücləndirirsən. Bura daha çox köklərlə bağlayırsan, daha çox töhfə verməyə çalışırsan bu eqregora və səndən alan, sənin enerjini tükətən eqregorlardan uzaq durursan. Səni tükətən iş yerindən çıx. Sənin enerjini alan insanları uzaqlaşdır özündən. Sən buna möhtac deyilsən. Nə qədər fikirləşsəz ki, yox, necə işdən çıx dedim, çıxdım, elə şey olur. Necə pul qazanacam bəs mən? Əgər sən orada xoşbəxt deyilsənsə, oradakı qazandığın pul da sənə onsuz da bərəkət gətirməyəcək. Mən bunu yoxlamışam və mən bunu sübut eləmişəm özümə ki, əgər mən o iş yerində xoşbəxt deyiləmsə, mən orada nə qədər pul qazanırsam qazanım, o pulu mən öz xoşbəxtliyimə xərcləyə bilmirəm. Çünki orada mən disbalans yaşayıram. Orada mən aidiyyət hissimi unuduram. Ora aid olmadığımı bilirəm. Yaşamaq üçün ölkə seçəndə də bundan istifadə edə bilərsən. Özünə müəyyən suallar soruşa bilərsən ki, bu ölkədə qalmaq mənim enerjimdən tükədir, yoxsa mənə güc verir. Burada mən daha yaxşı pul qazana bilirəm, burada daha xoşbəxtəm, daha çox ətrafım güclənir, yoxsa azalır, daha yaxşı insanlarla dostluq eləyirəm, yoxsa yox. Yəni bu tip suallar özünə verərək oranın sənə düşüb-düşmədiyini, uyğun olub-olmadığını müəyyən eləyə bilərsən. Münasibətlərdə də öz iç səsi və güvən, inan. Bir insanla görüşdün, hər şey əladır, sənə heç bir zərəri yoxdur, amma sən yenə də içində bir narahatçılıq hiss eləyirsənsə, burax getsin. Əgər o içində bəli yerinə xeyr cavabı alırsansa, burax getsin. Sənin sahənlə uyumlaşmayan insanları burax getsin. Ola bilər ki, bu sənin komfort zonanda sənə narahatçılıq verən. Çıxmaq istəyirsənsə komfort zonadan çıx. Əgər o olduğun zona sənə narahatçılıq verirsə, sənin həyatına heç bir töhfə vermirsə, səni daha da gerilədirsə, inkişaf etməyinə icazə vermirsə, çıx. Amma sən orada xoşbəxtsənsə, inkişaf edirsənsə, bu sənə güc verirsə, niyə də çıxasan ki? Çox asan bir şəkildə bir iş yerinin, bir insanın, bir ölkənin sahəsi sizə uyğun olub-olmadığını müəyyən etmək istəyirsinizsə, o ulu sualı soruşacaqsınız. Buranın enerjisi məni gücləndirir, yoxsa məni tükədir? Enerji heç vaxt yalan danışmır. Ona görə intuisiyanıza güvənin.
Bir neçə il əvvəl bundan öncə nəsil karması ilə bağlı, nəsillərlə bağlı bir workshopa qatılmışdım. Orada nəsil şəfası ilə bağlı işləyirdik. Nəslimizi necə şəfalandıra bilərik? Həm mənəvi, həm maddi olaraq. Ona görə ilk öncə biz öz nəslimizi müşahidə edirdik. Nəsildə nə davamlı olaraq davam eləyir? Hansı müsbət və mənfi aspektlər davamlı olaraq davam edirsə, birinci onları müəyyənləşdirirdik. Daha sonra onları şəfalandırmağa çalışırdıq. Ən bəsitindən misal versəm, məsələn, nəslində psixi problemlər olan insanlar çoxdur. Və sən gedib elə biri ilə evlənirsən ki, onun da nəslində psixi problemlər olan adamlar çoxdur. Bu deməkdir ki, sənin davam edən nəslin, bundan sonraki gələcəkdəki nəslin də belə olacaq. Əgər sən bu problemi, bu mənfi cəhətləri nəslindən çıxartmaq, şəfalandırmaq istəyirsənsə, eşini doğru seçməlisən. Nəslini uzadacağın, böyüdəcəyin insanı doğru seçməlisən. Soyadı doğru seçməlisən. Mənim üçün bu tip şeylər çox vacibdir. Çox düşünürəm bu tip şeylərin üstünə. Yəni, bu əslində çox random bir şəkildə veriləcək bir qərar deyil. Evlilik random bir şəkildə veriləcək bir qərar deyil. Nəsil artımı random bir şəkildə veriləcək bir qərar deyil. Birinci öz nəslini, öz köklərini tanımalısan ki, sən doğru addımlaya biləsən. Əgər mən öz eqregorumda xoşbəxtəmsə və bu mənə güc verirsə, niyə də buradan çıxım? Əgər bu məni zəiflətsəydi, bu mənə naxoş təsir etsəydi, enerjimdən alsaydı, dəyişərdim. Dəyişməli olduğum bəzi şeylər də var. Məsələn, iş eqregorumda mən xoşbəxt deyil idim. Ona görə mən oranı dəyişdim. Sahəmi dəyişdim, ümumiyyətlə, ixtisasımı dəyişdim. Dəyişə bilərsiniz. Mənə soruşurlar ki, mən ixtisasımı sevmirəm, dəyişmək istəyirəm. Nə məsləhət görürsünüz? Mən sadəcə onlara deyirəm ki, əgər sənin ürəyindən bu keçirsə, əgər sənə hal-hazırda olduğun ixtisas xoş deyilsə, dəyiş. Sənə nə xoş hiss elətdirir, nə yaxşı hiss elətdirir, onu seç. Sənə narahatçılıq verən insanları çıxart. Əgər bir insanla vaxt keçirdəndə, düzdür, bunu 5-10 dəqiqədə bilmək olmur, amma uzun müddəti davam edirsə, sən onunla görüşəndə narahat hiss edirsənsə, yorğun hiss edirsənsə, daim səni darıxmaq hissi ilə, narahatçılıqla buraxırsa, bu insan sənin eqregoruna aid insan deyil. İlk öz kökünü, nəslini, eqregorunu, morfogenetik sahəni tanımalısan və doğru məlumatları o sahəyə əlavə eləməlisən ki, səndən sonraki nəsil də daha çoxuna nail ola bilsin. Məsələn, misal çəksəm, mənim ailəmin morfogenetik sahəsində poliglotluq var. Tez dil öyrənirlər. Mənim anam 4-5 dil danışır eyni anda. Alman dili, ingilis dili, rus dili hamısını əla bir şəkildə danışır. Xalalarım, nənəm, babam. Bundan sonraki nəsil də belə davam eləyəcək təbii ki. Mən özüm də beləyəm. Çox asan bir şəkildə dil öyrənirəm. Bu necə baş verir? Mənə bunu kimsə gəlib öyrətməyib. Uşaqlıqdan bu şəkildə davam eləyir. Bu morfogenetik sahənin məlumatlarıdır ki, şuursuz bir şəkildə mən bundan istifadə edirəm. İndi mənim öyrənəcəyim, özümə qatacağım məlumatlar da məndən sonraki nəslə keçəcək. Ona görə özünüzü inkişaf elətdirin daimi olaraq və öz köklərinizi tanıyın, xoşbəxt olun, özünüzü xoşbəxt hiss elədiyiniz yerdə daim olun. Çox təşəkkür edirəm videomu izlədiyinizə görə. Bəyənməyi, abunə olmağı unutmayın. Fikirlərinizi gözləyirəm. Hörmət çərçivəsində xahiş edirəm. Təşəkkür edirəm videomu izlədiyinizə görə. Sağ olun.